insan olub, eyni zamanda həmişə dövlət mənafələrini qoruyan bir insan olub. Mayın 23-də İran İslam Respublikasında ağır avtomobil qəzası zamanı dünyasını dəyişən Ramil İmranov Göyçayda torpağa tapşırılıb. Dəfn mərasimində Azərbaycanın Xarici İşlər Nazirliyinin müavini Samir Şərifov, Nazirliyin digər vəzifəli şəxsləri, eləcə də Göyçay rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə mərhumla ata ocağında son dəfə vida mərasimi keçirilib və namaz qılınıb, dualar oxunub. Qeyd edək ki, Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun nəşi may ayının 25-də səhər saatlarında Azərbaycana gətirilib və onun böyük boya başa çatdığı Göyçay rayonunun Alxasava kənd qəbirstanlığında torpağa tapşırılıb. Xatırladaq ki, Ramil İmranov mayın 23-də öz xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi ərazisində ağır avtomobil qəzasına düşərək dünyasını dəyişib. Ramil İmranov 2023-cü ildən Azərbaycanın İran İslam Respublikasındakı Təbriz konsulu kimi fəaliyyət göstərirdi. O, 19 il idi, ailəli idi və onun bu izdivacdan 2 oğul övladı var. Bugün indi dediyim kimi Ramil İmranovun son mənzilinə yola salınmasının üçün biz toplaşmışıq. Ramil İmranov bizim həmkarımız, uzun illərdir bərabər onunla çalışmışıq. Həm Xarici İşlər Nazirliyində, həm müxtəlif ölkələrdə, diplomatik bizim nümayəndəliklərimizdə fəaliyyət göstərib. Çox peşəkar bir insan olub, eyni zamanda həmişə dövlət mənafələrini qoruyan bir insan olub, dövlət prinsiplərini həmişə uca tutan bir insan olub. Bugün biz onun ailə üzvlərinə Allahdan səbir diləyirik, Allah rəhmət eləsin. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.